Mən şəhid Qabil Orucəliyevin anası Nuriyə Orucəliyevayam. Qabil 2016-cı ildə aprel döyüşləri zamanı şəhid olmuşdu. Mən yeganə oğul övladım İsa ilə yaşayırdım. Son bir neçə gündə İsa'nın istiliklərindən narahat olurdu. İsa'nı aparıb həkimə qan analizləri verdirdim. Qan analizlərində İsa'nın qanı aşağı olduğu təsdiqləndi. Mən İsa'nı Bakıya götürüb apardım xəstəxanaya. Orada İsa'nın ağır qan xərçəngi olduğu aşkarlandı. İsa'nın əmisi İsa'nı gətirib İstanbula aparmağı xahiş elədi. Hal-hazırda əmisi bacısı ilə İsa'nı Kolon xəstəxanaya yatırdıblar. İsa'nın müalicəsi üçün bizdən 120.000 dollar pul dedilər. Ona görə də üzümü tutub Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, Azərbaycan xalqından övladımın yaşaması üçün mənə dəstək olmaqlarını istəyirəm. Çox xahiş edirəm. Mənim balamın yaşaması üçün mənə kömək eləyin. Bu kart Nuriyə xanımın kartıdır. Çox xahiş edirəm ki, kimsə dəstək olmaq istəyənlər bu karta deməli köçürə bilərlər. Allah hər birinizdən razı olsun.